Refleks qövsü 5 hissədən təşkil olunmuşdur. Reseptor sahə, hissi yol, mərkəz, hərəki yol və işçi orqan. Birinci hissə reseptor sahə qıcıq qəbul olunur. Daha sonra hissi neyronun dendritlərinə, hissi neyronun cisminə və aksonu vasitəsilə mərkəzi sinir sisteminin hər hansı bir nahiyəsinə ötürülür. Hissi neyronun aksonunun bir hissəsi mərkəzi sinir sistemindən kənarda, bir hissəsi isə mərkəzi sinir sisteminin daxilində yerləşir. Əgər refleks qövsü sadə refleks qövsüdürsə, hissi neyronun aksonundan birbaşa hərəki neyronun dendritlərinə impuls ötürüləcək. Mürəkkəb refleks qövsüdürsə, ara neyronun dendritlərinə, cisminə, aksonuna, sonra isə hissi neyronun dendriti, cismi, aksonu vasitəsilə işçi orqana ötürüləcək. İşçi orqan, məsələn, əzələlərimizi götürə bilərik. Əlimizə hər hansı bir isti əşyaya toxundurduqda dərhal çəkirik. Səbəb isə refleks qövsü nəticəsində həmin qıcığın əzələyə ötürülməsidir.